Salam gənclər, 2026-cı ilin testini müzakirə edək. Gəlin sualları yazaq. Sual 41-də deyir ki, 6 və 9-a qalıqsız bölünən ən kiçik natural ədəd olsun 18. 6 və 8-ə qalıqsız bölünən ən kiçik natural ədəd olsun 24. Cavab oldu B variantı. Keçək növbəti suala. Sual 42-də A 2-dir, B isə -1. Yerinə yazaq. 2 -2 vuraq -1. Bu elədir 2 müsbət 2, 4. Burada da 2 vurulsun 2, toplansın, çıxılsın 1. Yəni toplansın -1. -1 yazaq birbaşa. Bu nə oldu? 4-dən 1 çıxaq 3. Cavab nədir? A variantı. Kiçik çevrə böyük çevrənin mərkəzindən keçir. Və bu çevrə ilə yalnız bir ortaq nöqtəsi var. Şəkildə də göstərilir. Böyük çevrənin radiusunun uzunluğunun kiçik çevrənin radiusunun uzunluğuna olan nisbəti mərkəzindən keçdiyinə görə, deməli, biz belə deyirik. Bu olur böyüyün radiusu, eləmi? Böyüyün radiusu kiçiyin diametri deməkdir. Böyüyün radiusu budur, kiçiyin radiusu da bu olsun. Belə götürək. Deməli, bu olsun R, böyüyünkü də olsun 2R. Böyüyün radiusunun uzunluğunun kiçiyin radiusunun uzunluğuna olan nisbəti. Çevrənin radiusu yox, sadəcə olaraq burada dairə olmalıdır. Bu da oldu 2R bölünsün R. Təbii ki, burada da yenə dairə. Cavab elədi 2, cavab bərabərdir. Baxaq növbəti suala. 44. Mağazada olan bütün topların 45%-i günün birinci yarısı, qalan topların 80%-i isə günün ikinci yarısı satıldı. Özümüzdən ədəd də verə bilərik, x ilə də yaza bilərik. Misal üçün deyək ki, ümumilikdə 100 top var. 100-ün 45%-i günün birinci yarısı satılıb. 100-ün 45%-i ilə 45 top edir. Geridə qaldı 55 top. Qalan toplar deyirsə, yəni 55 top. Bunun da 80%-i. Yəni 80-ə vurub 100-ə bölürük. Bu da neçə oldu? 44 top. 44 top. Bizə nə deyir? Günün birinci yarısı satılan toplar 45, günün ikinci yarısı satılan toplar 44. Cavab nədir? A variantı. 45-ci sualda A1, A2, A3 ardıcıllığının hər bir həddi B1, B2, B3 ardıcıllığının müvafiq hədlərindən 4 dəfə çoxdur. Yəni hər bir həddi 4 dəfə çoxdur, hər bir üzvü. Nə istəyir bizdən? A3 bölünsün A1, yoxsa B3 bölünsün B1. Bu çox sadədir uşaqlar. Misal üçün elə bu cür də yazmaq olar. Daha doğrusu B1-ə x yazaq, B2-yə y yazaq, B3-ə z yazaq. Bunları da 4 dəfə böyüdək. 4x, 4y, 4z. İndi A3-ü A1-ə bölək. Yəni A3 nədir? 4z. 4z-i 4x-ə bölək. Burada da B3-ü B1-ə bölək. Yəni z-i x-ə bölək. Diqqət edin, burada 4-lər ixtisar oldu, yenə z bölünsün 4 qaldı. Z bölünsün x qaldı. Yəni cavab nə oldu? Bərabər. Və 46-cı sual miqdar müqayisəsində sonra məsələlərə keçirik. Düz bucaqlının tərəflərinin uzunluqları 3 santimetrdən 4-dür. 3 və 4. Nə istəyir bizdən? Düz bucaqlının kiçik tərəfini birləşdirən parça, kiçik tərəflərini birləşdirən parçanın uzunluğu. Baxın, bu parçayı istəyir. Bu sualın eynisini yazmışam mən sizdən uşaqlar. Ümumiyyətlə 41-dən 46-ya qədər sualları demək olar yazmışdıq, işləmişdik. Bunun da eynisini yazmışıq. Bura baxın, bu 3, bu 4-dürsə, biz bilirdik ki, bizim diagonalımız, bax bu hipotenuzdur da, düzdürmü? Bu hipotenuzdur. Gəlin bunun rəngini fərqli rəng edim, tam aydın olsun. Baxın, bu hipotenuzdur. Bu 5 olur mu hipotenuzu? Bu diagonal burada ən böyük parçadır 5 olaraq. Bu isə özü verdiyi daha kiçikdir diagonaldan. Deməli, bu 5-dən daha kiçik olacaq. Misal üçün, mən bura MN nöqtəsi yazsam, biz bu sualı belə yazmışdıq, mən bura MN yazmışdım. Və bu 5-dən daha kiçik olur. Deməli, 7 daha da böyükdür. Cavab oldu 46-da B variantı. Baxaq, artıq məsələlərə keçək. 17,6 milyondan 8 dəfə kiçik olan ədəd. Sadəcə olaraq 17,6-yı nəyə bölək? 8-ə bölək. 2 dəfə 16. 1 yazdıq, 6 da aşağı düşdü. Bura vergül yazdıq. Yenə 2 dəfə 16 cavab oldu 2,2. Yəni 2.200.000 C variantı. 48-ci sual. Turist 30 kilometr məsafəni 3 günə qət etdi. Cəmdə 3 gün götürək. Və 3 günə
30 kilometr yazaq bu formada. 30 km. O hər sonraki gün əvvəlki günə nisbətən 2 kilometr az gedib. Yəni misal üçün birinci gün x gedibsə, ikinci gün x -2 gedib, üçüncü gün x -4 gedib. Turist birinci gün neçə kilometr yol getdi? Bunları toplayırıq. Bu sualdan biz həddindən artıq çox yazmışıq. 3x -6 bərabərdir 30. 3x oldu 36, x də oldu 12. Birinci gün 12, ikinci gün 10, üçüncü gündə 8. Bizdən hansını soruşur? Birinci gün. Yəni 12 kilometr B variantı. David 4 ədəd kibrit çöpü ilə kvadrat düzəltdi. Sonra 3 çöpdən istifadə edərək bu kvadrata ikinci kvadratı söykədi. Sonra yenə 3 çöpdən istifadə edərək ikinci kvadrata üçüncü kvadratı söykədi. Və bir neçə dəfə bu cür davam etdi. Cəmdə 22 ədəd kibrit çöpündən istifadə etdi. O cəmi neçə kvadrat düzəltdi? Deməli, birinci nə iş görüb? 4 ədəd kibrit çöpü ilə kvadrat düzəltdi. Sonra üçündən istifadə etdi, bir kvadrat yenə düzəltdi. Onda biz belə yaza bilərik bunu. Misal üçün, biz bilirik ki, 7 dəfə 3-ün 21 edir. Biz belə də bilərik. Deyə bilərik ki, 6 dəfə 3 gedib, 18. Bir dənəsini də, ən əvvəl olanı da 4 ədədlə gedib. Bu da 4. Və cəmdə 22 elədi mi? Deməli, cəmi neçə kvadrat düzəltdi? 7 kvadrat düzəltdi. Cavab oldu A variantı. Çünki uşaqlar elə bil ki, başdan birinciyi belə düzəldir. Eləmi? 4 dənə istifadə edir. Sonra hər dəfəsində artıq bunun yanına bitişdirəndə 3-3 yetməlidir, belə deyilmi? Bu formada. Ona görə sonra 3-3 deyir. Və bu cəmdə oldu 7 dənə kvadrat. Sual 50. 50-də deyir 3-də 5 hissəsi 45-ə bərabər olan ədəd hansıdır? 3-də 5 hissəsi 45-dir. Geri biz bu ədədi müəyyən etmək istəyiriksə 45-i vurmalıyıq 3-ə, bölməliyik 5-ə. Hansı oldu? 27. Baxaq sual 51-ə. Bunların hamısını bura kimi demək olar yazmışdıq biz sizinlə. 51-də deyir ki, birinci qutuda ikinci qutudakından 8 dəfə çox. Bu sualda işlədiyimiz sualdır. Birinci qutu 2-dən 8 dəfə çoxdur. Misal üçün, bura x yazaq. Bura 8x yazaq. Üçüncü qutu isə birinci və ikincidə olan topların ümumi sayından 3 dəfə azdır. Yəni 9x-dən 3 dəfə azdır. Nə oldu? 3x. İkinci qutuda olan topların sayı, üçüncü qutuda olan topların sayından neçə dəfə azdır? Dəfələrlə yazmışıq biz sizlə bu sual. 3 dəfə azdır. B variantı. 51-də. Keçək 52-yə. Uzunluğu 6, eni isə 5 olan düzbucaqlıdan düzbucaqlı çəkək. Uzunluq 6 sm, en də 5 sm. Olan düzbucaqlıdan tərəfinin uzunluğu 3 sm olan kvadrat kəsdilər. Elə bil ki, bax, belə bir kvadrat kəsdik. Misal üçün, bu kvadrat olsun. Düzbucaqlının qalan hissəsinin sahəsi. Sizin üçün çox sadə sualdır bu. 3 və 3. Birinci bütün sahəni tapaq, 5 vuraq 6. Yadınızdadır, uşaqlar belə yazırdıq. Bəlli bir hissəni götürürdük. Deyək ki, bizdən hansını istəyir, bizdən bunu istəyir. Düzdür. Birinci bütünü tapırdıq. 5 ilə 6, 30. Sonra bu verilən hissəni çıxaq. 3 ilə A kvadrat deyil, kvadratın sahə düzdür. 3-ün kvadratı elədi 9, 30-dan da 9 çıxaq 21. 52-ci sualda cavab oldu 21. C variantı. 2024-cü ildə meyvə emalı zavoduna təhvil verilən portağalın çəkisi həmin zavoda təhvil verilən albalının çəkisindən neçə dəfə artıqdır? Deməli, portağal 30%. Bir də nə istədi bizdən? Albalı. Albalı da 15%. 30-u böldük 15-ə, cavab elədi 2 dəfə. 54-cü sual. 2023-cü ildə meyvə emalı zavodunda alma şirəsi hazırlamaq üçün istifadə olunan almanın çəkisi həmin il şəftalı şirəsi hazırlamaq üçün istifadə olunan şəftalının çəkisindən neçə ton artıqdır? Meyvə emalı zavodunda alma şirəsi hazırlamaq üçün
Həmin il şəftalı şirəsi hazırlamaq üçün istifadə olunan şəftalı. Aha, neçə ton artıqdır. Eyni. Burada da alma bir də şəftalı istəyir. 2023-də alma 75 mindir. Diaqram çox sadəymiş uşaqlar bu arada. Şəftalı isə 25. Biri 75-dir, biri 25. 75-dən də biz təbii ki 25 ton çıxırıq. O da elədir 50. Cavab oldu Çin. Əgər 2024-cü ildə təhvil verilən portağal tamamilə şirə hazırlamaq üçün istifadə olunubsa, həmin il meyvə emalı zavoduna ümumilikdə neçə ton meyvə təhvil verilib? Deməli, portağal bizdə 30%-dir və ümumilikdə neçə mindir? 90 min. Yazaq 30% 90 min. Bizdən də bütün meyvə istəyir, yəni 100% istəyir. Buna da x və x bərabərdir 100 vuraq 90 bölünsün 30. Bu da elədir 300. Cavab oldu 300. 2 bölünsün 5 0 yazaq. 3 4 5. Bu getdi. Eləmi? Plus bunu yazmırıq, gəldik bura. Belə. 1-i götürürük sadəcə. 1 bölünsün. Burada 3 dənə olduğuna görə 1000 yazaq. 3 0. Bunu yazmadıq. Bir də 4. Bu da nə olur? Toplansın. 4 bölünsün 10. Yəni 56-da olur. C variantı. 57-də nədir? M və N elə ədədlərdir ki, baxın, natural falan demir. Sadəcə deyir ədədlərdir ki, M ədədi N ədədindən 24 vahid azdır. M-dən 24 vahid azdır. Yəni M bərabərdir N mənfi 24. Sadalananlardan hansı bu asılılığı ifadə edir? Elə yazdım da buna M bərabərdir M mənfi 24. Bu sualdan da yazmışıq biz sizdə. Devam eləyək. Sualın eynisini yazmışıq. Bizim sınaqlardan elə bil bu sual. Oturacağının tillərinin uzunluğu 15 sm və 4 sm olan düzbucaqlı paralelepiped 4 düzbucaqlı paralelepipedə bölünüb. Hətta yadınızdadır uşaqlar, son dərsdə demişdim ki, bax diqqətli olun bundan bağlı. Son dərsdə izah eləmişdim ki, bunun bura 4 olduğu zaman bilməliyik ki, bax bu 3-2 deyir kubdur, düzdürmü? Bilməliyik ki, bunların hamısı eynidir. Bu sualın özü idi bizim müzakirə elədiyimiz sual. Sınaqda salmışdım. 4 4 4. Onda bura nə oldu? 15-dən 12 çıxırıq. Nə qaldı? 3. Bura 3, bura 4, burada 4. Yadınıza düşdümü bu sual? İndi bölmə nəticəsində alınan 4-cü düzbucaqlı paralelipedin həcmini istəyir. 3 vuraq 4, vuraq 4. Bu da nə elədi? 48. Eyni sual idi. Armud nardan 6 dəfə yüngül. Armud, nar, gavalı, belə yazaq. Armud nardan 6 dəfə yüngüldür. Armud, nar, gavalı. Gavaldan isə 3 dəfə ağırdır. Gətirin gavalıya x yazaq. Armud gavaldan 3 dəfə ağır olsun, armud olsun 3x. Həmçinin bu armud nardan da 6 dəfə yüngüldür. Yəni nar 6 dəfə daha ağırdır. Bu da işlədiyimiz sualdır, 18x oldu. Ərik almadan 3 dəfə yüngül. Yadınızdadır belə bir sual yazında mən sizə demişdim ki, uşaqlar, görürsünüzmü, əlaqə yoxdur əvvəlkilərlə. Ona görə biz hələ ki əriklə almanı eləcə yazıb gözləyirik, davamını oxuyuruq. 4 ya 5 dənə bu sualdan yazmışıq biz sizlə ki, əvvəldən əlaqə yoxdur, indi əlaqə quracaq. Ərik gavalıdan 2 dəfə ağırdır. Ərik gavalıdan 2 dəfə ağırdır. Yəni x-dən 2 dəfə ağırdır. Nə oldu? 2x. İndi təzədən geri qayıdırıq. Ərik almadan 3 dəfə yüngüldür. Ərik 3 dəfə yüngüldürsə, onda alma 3 dəfə ağırdır. 6x oldu mu? Narın çəkisi almanın çəkisindən neçə dəfə ağırdır? Narın çəkisi almanın çəkisindən neçə dəfə ağırdır? İşlədiyimiz suallardır. Bu da burada da sadəcə meyvə adı edib. Biz başqa bir adla işləmişdik bunu. 59 oldu B variantı. Baxaq 60-a. Əgər bir toplansın x kvadrat. Aha, bunu necə demişdik? Necə yazarıq? 2 ədədin hasili sıfırdırsa, o zaman bunlardan ya ikisi də sıfırdır, ya da mütləq şəkildə biri sıfır olmalıdır. Biz burada nə iş görməliyik uşaqlar? İkisini də sıfıra bərabər etməliyik. Yəni yazırıq, bir toplansın x kvadrat bərabərdir sıfıra. Bir də 4x mənfi 10 bərabərdir sıfıra. İndi baxmalıyıq bunların ikisi də həqiqətən sıfır olurmu? Əgər
bir toplansın x kvadrat sıfırdırsa, onda x kvadrat gərək -1 edə. Düzdürmü? Cavab 0 olması üçün. Bir ədədin də kvadratı mənfi ola bilərmi? Xeyr. Deməli, bu deyil. İkinci tənlik mütləq 0 olmalıdır ki, cavab 0 etsin. 4x-ə yazırıq 10, x-ə yazırıq 10 bölünsün 4, 2 yarım və 6-yı vururuq 2 yarım. Bu da elədi 15. Bu da yazdığımız sual idi. Devam edək 61-ə baxaq. Miqdar müqayisəsi A 2B-dən böyükdür. Ancaq mənfidir, müsbətdir, məlumat yoxdur. Sadəcə A 2B-dən böyükdür. 2A toplansın B mi, yoxsa 0 mı? Təbii ki, biz bilirik ki, bunların ikisi də mənfi də ola bilər ümumiyyətlə. Müsbət də ola bilər, mənfi də ola bilər. Və hər ikisi mənfi olsa, o zaman mənfi ədədlərin cəmi bizə nə verir? Ədədləri toplayırıq, işarə mənfi olur. Yəni, burada cavab müsbət də ola bilər, mənfi də ola bilər. Ona görə cavab müəyyən edilmir C variantı. Baxaq 62-yə. İllik gəliri 80-90 minlər civarında dəyişən ailə. Bu sualda işləmişik, yadınızdadırsa. 80-90 minlər civarında dəyişən ailə hər il gəlirinin 5-6%-ni kommunal xərcləri ödəmək üçün istifadə edir. Nə idi bizim burada qaydamız? Maksimum, bir də minimum. Birinci belə edək. Deyək ki, bizim illik gəlirimiz olsun 80 min. 80 min. 80 minin 5%-ni tapaq. Minimal xərc. 80 minin 5%-ni neçədir? 4000 lira. Deməli, minimum bizim xərcimiz 4000-dir. İndi maksimumu müəyyən edək. 90 minin 6%-ni müəyyən edək. 90 minin də 6%-i nə olur? 5.4 min. Deməli, cavab 4 də ola bilər, 5.4 də ola bilər. Yəni, kiçik də ola bilər, böyük də ola bilər. Ona görə biz cavaba nə yazırıq? C variantı. Düzbucaqlı 2 kvadrata bölünüb. Bu da işlədiyimiz suallardandır. Bir düzbucaqlı 2 kvadrata bölək. Bu formada. Bölünmə nəticəsində alınan kvadratlardan birinin perimetrinin düzbucaqlının perimetrinə olan nisbəti. Bəli, bunu da imtahandan bir neçə gün öncə yazmışdıq. Baxın bu sualı. Burada x-dir, burada x-dir, burada x-dir. Belə yazaq. Aha. Deməli, bölünmə nəticəsində alınan kvadratlardan birinin perimetri. Yəni, perimetr nə oldu? 4x oldu mu? 4x-in bütün düzbucaqlının perimetrinə nisbəti 2x plus x nə elədi? 3x. 3x-i də nəyə vururuq? 2-yə. 2 vurulsun A plus B deyilmi? Perimetr düzdür. 3x-i də 2-yə vururuq, oldu 6x. İxtisar edək 2-yə, 3-də 2. İndi miqdar müqayisələrində biz 3-də 2 ilə 2-də 1-i müqayisə etmək üçün hansı böyükdür? Ümumiyyətlə, kəsrli ədədləri müqayisə edəndə necə edirdik? 3-də 2 ilə 2-də 1-ə ortaq məxrəc gətirəsinik. Yəni, ortaq məxrəc nədir? 6, bura gəldi 2, bura gəldi 3. 2-də və 2-in 4, 3-də 1, 3. Ara böyükdür? A variantı. 63-də cavab adı. Baxaq 64-də. A, B, X və Y elə ədədlərdir ki, A ədədi X-dən 2 vahid böyükdür. Yəni, A bərabərdir. X-dən 2 vahid böyükdür. Yəni, X toplansın 2-yə. B isə bərabərdir. Y-dən 3 vahid kiçikdir. Çox işləmişik bu sualdan. A mənfi B, yəni X toplansın 2, A-nın əvəzinə yazdım. B-nin əvəzinə də, baxın, nə demişdik biz həmişə uşaqlar ortada mənfi olduğuna görə birinci mötərizədə yazaq ki, çünki işarə dəyişəcək. Y mənfi 3 yazdım B-nin yerinə. Yəni, X müsbət 2, mənfi Y, artıq bu mənfi ilə mənfi müsbətə çevrilir, müsbət 3. Və bu nə oldu? X mənfi Y müsbət 5. Yəni, cavab bərabərdir. Keçək 65-ə. Piş taxtaya 6-10 kiloqram çəkidə qarpızlar və 3-7 kiloqram çəkidə yemişlər yığılıb. Yenə maksimum minimum. Piş taxtaya yığılan qarpızların çəkisinin ədədi ortası, piş taxtaya yığılan yemişlərin çəkisinin ədədi ortası. Ədəd ortayı müəyyən etməkdən ötəri biz cəmi nəyə bölməliyik? Sayıya. Yəni, misal üçün, çəki cəmini gərək qarpızların və ya yemişlərin sayına bölək. Bizə burada ümumiyyətlə sayı ilə bağlı heç nə demir, yəni sual çox naqisdir. Birbaşa 65-ə yazırıq C variantı. Bərabər yanlı 3 bucağın təpəsində yerləşən bucaq. Bərabər yanlı bir 3 bucaq çəkilir. Misal üçün deyək ABC 3 bucağı. ABC. Oturacağa təpəsində yerləşən bucaq, yəni bu bucaq, oturacağa bitişik bucaqdan böyükdür. Yəni bu bucaq bundan böyükdür.
Yəni misal üçün biz bilirik ki, bərabər yanlıdırsa, bununla bu eyni olmalıdır. Çünki yanlar eynidir. Bu da təpəsindən yerləşən bucaqdır. Bu daha böyükdür. Onda biz buna maksimum yazaq. Bunlara da ikisinə minimum yazaq. İkisi də eynidir. Uşaqlar, bizim bildiyimiz qayda var. Nədir? Böyük bucağın qarşısındakı tərəf böyük tərəfdir. Demək olar hər dərs təkrar edirik. Kiçik bucağın qarşısındakı tərəf də kiçikdir. Bu formada. Sadalananlardan hansılar bu üç bucağın tərəflərinin uzunluqları ola bilər? Mən artıq bu yazımdan da başa düşürəm ki, bu variantlarda verilən ədədlərin ikisi eyni olmalıdır. Biri fərqli və fərqli olan daha böyük olmalıdır. O da hansı variant uyur? Ancaq A variantı. 6, 6, 7. 6, 6, 5 ola bilməz, çünki 5 daha kiçikdir. 6, 7, 8 ola bilməz, çünki bərabər yanlıdır. 7, 7, 6 ola bilməz, çünki 6 daha kiçikdir. Burada da yenə ümumiyyətlə fərqlidir tərəflər ola bilməz. Cavab oldu A variantı. LİA işləyən şirkətdə əməkdaşların maaşı bir-birindən fərqli idi. Yəni, hamı fərqli məbləğdə pul alır. Bu şirkətin 12 əməkdaşının maaşı LİA'nın maaşından azdır. Bu demək ki, LİA bu 12 əməkdaşdan daha çoxdur və həmin 12 əməkdaşın maaşları da hamısı bir-birindən fərqlidir. Şirkətin 7 ən yüksək maaşlı əməkdaşını seçən zaman LİA da onların arasında idi. Bu sualı biz yazmışıq, yadınızdadır mı? Orada Bondo adı işlətmişdik. Bir də Qayyos. Həmin sualdandır. Şirkətin 7 ən yüksək maaşlı əməkdaşını seçən zaman 7 ən yüksək LİA da onların arasındadır. Yəni 7 ən yüksək arasında LİA da var. Burada LİA da var. Seçilənlərdən 3 əməkdaşın maaşının LİA'nın maaşından az olduğu müəyyən olundu. Yəni bu 7-nin arasında 3'ü LİA'dan azdır. Onda belə götürürük də. LİA'dır, 3 nəfərdir, azdar. Geridə neçəsi qaldı? 3'ü qaldı. 7 etməkdən ötəri, düzdürmü? 3 LİA'dan çox, sonra LİA gəlir. Çünki 7 nəfərin içindədir. 3'ü də LİA'dan azdır. Ümumilikdə deyir neçə əməkdaş var. Biz də bilirik ki, ümumilikdə LİA'dan az 12 nəfər var. LİA'dan az 12 nəfər var. 3'ünü bura qeyd elədik. Geridən neçəsi qaldı? 9'u. Və 7 ilə 9'u toplasaq cavab edir 16. B variantı. Uşaqlar, bu sualın eynisini yadınıza salın. Biz bunu işləmişik, sizlə bu sualı yazmışıq. Orada biz rəqqas olaraq qeyd etmişdik, əgər yadınızdadırsa da. Misal üçün, filan rəqqasların boylarını qeyd eləmişdik. Filan nəfər, misal üçün, N nəfər Qayyosdan boyca alçaqdır, digərləri hündürdür. Eyni bu sualdandır. Sadəcə olaraq ad dəyişiblər, bir də rəqqası əməkdaş ediblər, maaş ediblər daha doğrusu. Orada hündürlüyü idi, burada maaşdır. Devam edək 68. 68-də deyir, ədədin 6-ya bölünməsi nəticəsində alınan qalıq 4-ə bərabərdir. Bir ədədi 6-ya bölsək, alınan qalıq 4-ə bərabərdir. Sadalanlardan hansı həmin ədədin 18-ə bölünməsi nəticəsində alınan qalıq ola bilər? Hansı ədədi götürə bilərik uşaqlar? 34 misal üçün. 34'ü 6'ya bölsək, 5 dəfə 30, qalıq həqiqətən də 4 elədi. Həmin 34'ü də 18'ə bölsəniz, 1 dəfə 18, qalıq 16. Burada bu cür variant da işlədə bilərsiniz. Misal üçün 18'in üzərinə bu ədədləri artırıb 6'ya bölüb baxa bilərsiniz ki, qalıq misal üçün 4 olurmu? Sonra həmin ədədi də 18'ə bölsəniz, qalıq 16 olurmu? Və 34 uyğun gəlir. Cavab da oldu 16. Keçək 69'a. Əgər x y-dən kiçikdirsə, o zaman x y-dən kiçikdirsə, o zaman x-dən 2 çıxsam, y-in də üzərinə 1 artırsam, yenə kiçik olur. Yəni burada elə cavab A variantıdır. Əgər alfa və beta düzbucaqlı üçbucağın katetlərinin hipotenuzun uzantısı ilə əmələ gətirildiyi bucaqlardırsa, o zaman alfa toplansın beta istəyir. Aha. Bunu necə müəyyən edirik uşaqlar? Biz bilirik ki, bura 90 dərəcədir. Bir gün öncə buna bənzər suala baxmışdıq imtahandan öncə. Bura 90'dırsa, bu ikisinin cəmi neçədir uşaqlar? Bunlar da ikisinin cəmi də 90 deyilmi? Bax, bununla bu bucağın cəmi də 90 deyilmi? Biz də bilirik ki, misal üçün, bu da 180'dir, bu da 180'dir. Açıq bucaqlar. 180'dir. Gəlin belə yazaq. 180 toplansın 180 bərabərdir 360'a. Eləmi? 360'dan da baxın bu ikisinin cəmini çıxaq. Çünki bizdən alfa plus beta istəyir. Bu ikisinin cəmini çıxaq. İti bucaqları çıxaq. Yəni 90'ı çıxaq.
Çünki bura 90 olanda bu ikisinə də 90-dadır. Bu da elədi 200 neçə? 70. Bizim doğru cavabımız oldu. D variantı. 71. Qaba alma, armud, şəftalı və xurmalar qoyulmuşdur. Almaların sayı armudların sayından 2 vahid çoxdur. Yazaq. Alma armuddan 2 vahid çoxdur. Armud x olsun, alma x toplansın 2 olsun. Şəftalıların sayından isə 5 vahid azdır. Yəni alma azdır da şəftalıdan. Əgər alma şəftalıdan azdırsa, o zaman şəftalı almadan çoxdur və 5 qədər. Onda şəftalı nə olur? X toplansın 7. İndi bizdən nə istəyir? Armudların sayı 2-yə bərabərdir deyir birinci şərtdə. Bu çox sadə sualdır. Bundan da yazmışıq biz sizinlə. Armudların sayı 2-yə bərabərdir. Bizdən nə istəyir? Xurmaların sayını müəyyən etmək üçün. Birinci şərtdə xurmaların sayı ilə bağlı məlumat yoxdur. Ümumi məlumatda da yenə xurmalarla bağlı heç bir məlumat yoxdur. Almadır, armuddur və şəftalıya verib. O zaman biz buradan nəyi müəyyən edə bilərik, bilirsinizmi? Əgər biz armudların sayının 2 olduğunu biliriksə, yəni biz buradan müəyyən edə bilərik ki, x 2-dir. O zaman alma 4 olur, x plus 2, yəni 2 plus 2. Şəftalı da 2 plus 7, 9 olur. Mən bundan almanın müəyyən etdim, bir də şəftalını. Amma bizdən xurmayı istəyir uşaqlar. Ona görə mən birinci şərtindən heç nə tapa bilmədim və x-in 2 olduğunu, almanın 4 olduğunu, şəftalının da 9 olduğunu biz unutmalıyıq burada. Çünki bu birinci şərtə aiddir. Mən indi ikinci şərtə baxıram, eləmi? İkinci şərtə baxıram. Və ikinci şərtlə ümumi məlumatı birləşdirirəm. Xurmaların sayı şəftalların sayından 6 vahid azdır. Baxaq, şəftalların sayı neçədir? X toplansın 7. Onda xurma nə olur? 6 vahid az, x toplansın 1. Yəni x toplansın 7-dən 6 çıxdım. X toplansın 1. Təkcə ikinci şərtilə də heç nə müəyyən edə bilmərəm. Çünki x-in neçə olduğunu bilmirəm. Bu da getdi. Bundan sonra mənim artıq ixtiyarım var bu şərtləri birləşdirməyə. Birləşdirdik, x 2-dir. Xurma x toplansın 1-dir. Yəni 2 toplansın 1 oldu 3. Cavab nədir? C. İkisi birlikdə kifayətdir, ancaq ayrı-ayrılıqda kifayət deyil. 72-yə baxaq. 72-də də ABCD düzbucaqlısının tərəfləri koordinat oxlarına paraleldir. 2 şərt verilmişdir. Birinci şərt 3 ilə 11 B təpəsinin koordinatlarıdır. Belə götürək də 3 ilə 11. Sadəcə birinci şərtlə mən nəyi müəyyən edə bilərəm uşaqlar? C təpəsinin, bizdən bir də A təpəsinin x koordinatını müəyyən edə bilərəm 3-dür. Bir də C təpəsinin y koordinatını müəyyən edə bilərəm 11-dir. Amma x-i müəyyən edə bilmərəm. İndi baxaq suala. A istəyir bizdən. A-nın koordinatlarını istəyir. A-nın koordinatlarını tapanmadım. Sadəcə A-nın x koordinatını müəyyən etdim. 3-dür, amma y-i müəyyən edə bilmədim. İndi birinci ilə cavab tapa bilmədik. Unuduruq 2-yə baxırıq. D-yi verib 12 ilə 5. Yəni bura 12-dir. Burada 5-dir. İkincidə də, bunu bilmirəm ha, bu 3-ü bilmirəm. İkincidə də ancaq A-nın y koordinatını müəyyən etdim. X ilə 5. Bundan da cavab çıxmadı. İndi birləşdiririk. Birləşdirəndə 3 ilə 5 olur. Cavab nədir? C. X-i bir yerdə kifayətdir, ayrı-ayrılıqda kifayət deyil. Baxaq 73-ə. X ədəddir, sadəcə ədəddir deyir, baxın. X ədəddir. Ən çox çaşdırıcı suallardandır. X ədəddir. Birincidə deyir ki, x üstü 4 1-dən kiçikdir. Uşaqlar, x üstü 4 1-dən kiçikdirsə, bu onun göstəricisidir ki, x-in özü 1-dən kiçikdir, ancaq mənfi 1-dən böyükdür. Çünki bir ədəd mənfidirsə, onun 4-cü dərəcəsi yenə müsbətə çevrilir. Və mən birinci şərtdən başa düşdüm ki, x mənfi 1 ilə 1 arasıdır. Mənfi 1 ilə 1 arasıdır, yəni buradadır, x. Yəni 0 da ola bilər. İndi bizə sualda nə istəyir? X kvadratın 1-dən kiçik olmasını müəyyən etmək lazımdır. Təbii ki, mən bilirəm ki, əgər x üstü 4 1-dən kiçikdir, bu elə onun göstəricisidir ki, x kvadrat da 1-dən kiçikdir. Çünki x-in özü mənfi 1 ilə 1 arasıdır. Müsbət ədəd də olsa, mənfi ədəd də olsa, bunu kvadrata yüksəldəndə müsbətə çevrilir və yenə də 1-dən az edir. Yəni birinci ilə cavab tapıldı. Ancaq ikinci ilə cavab müəyyən edilmir. Çünki ikincidə mən artıq 1-i unutmalıyam. Yəni bunu unutmalıyam. X kubun 1-dən kiçik ədəd olduğunu deyir mənə. Deməli, x kub 1-dən kiçikdirsə, bu ədəd ümumiyyətlə mənfi də ola bilər, 1-dən kiçik. X-in özü 1-dən də kiçik ola bilər. Belə götürürük. X-in özü 1-dən kiçikdir. Əgər x kub 1-dən kiçikdirsə, x də 1-dən kiçikdir. X 1-dən kiçik biz nə götürə bilərik?
İstənilən bir mənfi ədəd misal üçün. Siz deyə bilərsiniz ki, tamam x birdən kiçikdir. Amma mənfi ədəd olsa da bizdən kvadrat istəyir. Kvadrata yüksəltsək müsbətə çevrilir. Bəli, elə müsbətə çevrildiyinə görə ikinci ilə biz cavab tapa bilmirik. Çünki x birdən kiçikdir. Tutaq ki, x 0,5-dirsə, 0,5-in kvadratı 0,25 edir və doğrudan da birdən də kiçik olur yenə. Yəni x kvadrat birdən kiçik olur, şərti ödür. Amma x birdən kiçikdir demir. Misal üçün digər tərəfini demir. Mənfi sonsuzluqdan 1-ə qədər deyir bizə. Və biz burada misal üçün x-in özünü mənfi 2 kimi də götürə bilərik. Mənfi 2 götürəndə mənfi 2-nin kvadratı artıq 4 edir və bu 1-dən böyük olur. Yəni bu şərti ödəmir. İkinci ilə biz tapa bilmirik. Cavab olur A variantı. Baxaq 74-də. 74-də deyir ki, m və n natural ədədlərdir ki, şərt verilib. M toplansın, n təkdir. Bu iki ədədin cəmi təkdir. Bu nə deməkdir? İki ədədin cəmi nə zaman təkdir? Biri cüt, biri tək olsa. Bunları toplasaq tək edə bilər də. Fərqi yoxdur, istər birinci cüt, ikinci tək olsun, istər birinci tək, ikinci cüt olsun. Cəm tək edir. İkisi də tək olsa cəm cüt edir, ikisi də cüt olsa cəm cüt edir. Deməli, birinci şərtdə biz müəyyən etdik ki, biri cütdür, biri təkdir və cütü də təkə vuranda cavab edir cüt. Birinci ilə cavab çıxdı. İndi ikiyə baxaq. M plus 3n də təkdir. M plus 3n də təkdir. Buradan da biz dəqiq bilirik ki, bunun tək olması üçün ya bu cüt, ya bu tək etməlidir, ya bu tək, ya da bu cüt etməlidir. Və yenə eyni qayda ilə ikinci ilə də cavab tapılır. Həm birinci, həm ikinci kifayətlə cavab olur 2. Baxaq 75-ə. M cüt 3 rəqəmli ədəddir. Cütdür deyir uşaqlar, bu suala bax, diqqət edin, yazmışıq neçə dəfə. M cüt 3 rəqəmli ədəddir. Birincidə deyir, M-in yazılışında təkliklər mərtəbəsinin rəqəmi onluqlar mərtəbəsinin rəqəmindən 2 dəfə çoxdur. Təklik onluqdan 2 dəfə çoxdur. Misal üçün, onluq 1-dirsə, təklik 2-dir. Onluq 2-dirsə, təklik 4-dür. Onluq 3-dürsə, təklik 6-dır. Onluq 4-dürsə, təklik 8-dir. Belə ola bilər. 2, 4, 6, 8. Bizdən nə istəyir? M-in yazılışında onluqların rəqəminin nəyə bərabər olduğunu. Mən gördünüz mü, birinci şərtdə 4 dənə onluq tapdım uşaqlar. Yəni, bundan tapanmayıram. İkinci şərt, M-in yazılışında yüzlüklərin rəqəmi onluqların rəqəmindən 3 dəfə çoxdur. Yüzlük onluqdan 3 dəfə çoxdur. Burada da müxtəlif, misal üçün 1 ver, neçə dəfə çoxdur? 3 dəfə. Bura 1 olsa, bura gərək 3 ola. Bura 2 olsa, bura gərək 6 ola. Bura 3 olsa, bura gərək 9 ola. 4 olanmaz. Buna da tapamadıq. Birləşdirəndə sadəcə başaqdakı ləğv olunur. 3 ehtimalın 3-ü də qalır. Yəni, onluq 1 də ola bilər, 2 də ola bilər, 3 də ola bilər. Ona görə cavab D-də heç bir cavab müəyyən edilmir. Yəni, verilən şərtlər birlikdə götürüldükdə də kifayət deyildir. Kalkulatorun düymələrindən yalnız 2-nin düyməsi işləmir. Bu sualda işləmişik. Məsələn, əgər 42523-ü yığsaq, 42523 yığsaq, 2 işləmir. Kalkulatorun ekranında 453 olar. Aydındır, 453. Teymur 5 rəqəmli ədəd yığdı, lakin kalkulatorun ekranında 3035 ədədi göründü. Teymurun yığdığı ədədin 32035 olması ehtimalı nəyə bərabərdir? Deməli, buradan bir-bir yoxlayaq. Birinci nədən başlayaq? 23035, yəni elə bil ki, birinci rəqəm 2-dir. Sonra 32035, sonra 30235 ola bilər. Sonra 30325 ola bilər. Bir də 30352 ola bilər. Aha, bütün ehtimalları yazdım. 1, 2, 3, 4, 5. 32035 də 5-də 1-ə bərabərdir. Yəni cavab oldu 76-da A variantı. Baxaq 77-yə. Verilmiş 2 rəqəmli ədəd və bu ədədin rəqəmlə yazılışındakı rəqəmlərin yer dəyişməsi ilə alınan ədədin cəmi 143-ə bərabərdir. Verilmiş ədədin rəqəmlərinin cəmi neçəyə bərabərdir? Nə yazaq? 76 ilə 67. Nə edir bunları toplasaq? 143. Rəqəmlərin yerini dəyişdim də eləcə uşaqlar. İndi bizdən nə istəyir? Bu rəqəmlərin cəmini 7 ilə 6-yı toplayın, 13. Yazdığımız suallardandır bu da. 78-ə baxaq. 2 ədədin hasili bu da. Bu sualın özünü yazmışdıq. 2 ədədin hasili birinci ədəddən 2 dəfə azdır.
Gəlin belə yazaq misal üçün. Bunu mən nətər göstərirdim sizə bu formada yox. 2 ədədin hasili, yəni C, birincidən 2 dəfə azdır. Misal üçün buna deyirdik ki, x yazaq, aya yazaq 2x. Çünki birincidən 2 dəfə azdır. İkinci ədəddən isə 8 dəfə çoxdur. Onda gəlin belə yazaq. Bax, bunu nətər işləmişdik? Buna yazaq x, buna yazaq 8x, çünki 8 dəfə çoxdur. Ancaq A-dan 2 dəfə azdır. Onda A nə olur? 2 yox, 16x olur. Bunu belirlək. 16x. Və vuraq. 16x-in kvadratı bərabərdir 8x-ə. İki tərəfi də 8x-ə bölək. 2x bərabərdir 1-ə, x də bərabərdir 2-də 1-ə və ya 0,5 də yaza bilərsiniz. Nə istəyir indi bizdən? Bu ədədlərin hasili nəyə bərabərdir? Yəni C istəyir, 8x-ə. 8-i vuraq. 8-i vuraq. 2-də 1-ə. Çünki x 2-də 1-dir. Cavab nə oldu? 4. 78-də 4. Mağazada rəngli karandaşlar yalnız qutuda satılır. Hər qutuda ya 4 ya da 7 ədəd karandaş var. 4 ya da 7. Teya bu mağazadan bir neçə qutu karandaş aldı. Teyanın aldığı karandaşların sayı satılanlardan hansı ola bilməz? Belə bir sual işləmişdik. Orada nar və alma idi karandaşların yerində və yenə bu formada sayılarla idi. 5 ilə 7 olmalı idi, səhv etmirəmsə. Teya bu mağazadan bir neçə qutu karandaş aldı. Teyanın aldığı karandaşların sayı satılanlardan hansına bərabər ola bilməz? Misal üçün 12-yi götürək. 3 dənə 4-lüklə düzəldə bilərik də. Misal üçün 3 qutu 4 dənəliklərdən alıb. 17-yə baxaq, misal üçün. 17-yi nətər düzəltmək olar? Elə 17-yi düzəltmək olmaz. Bəs 15-i nətər düzəltmək olar? 2 dənə 4-lük, 1 dənə 7-lik. 15 elədi. 21, 3 dənə 7-lik. 21 elədi. 25 də 3 dənə 7-lik, 1 dənə 4-lük. Deməli, 17-yi heç cür düzəltmək olmur. Və sonuncu 80-ci suala baxaq. Georginin maaşını 10% artırdılar. Bu sualdan da ki, nə bilim, bəlkə 100-100-lərlə yazmışıq. Georginin maaşını 10% artırdılar. 100%-dan, misal üçün 10% artıraq olsun 110%. Əgər 13% artırılsaydı, yəni 113%, yadınızdadırmı bu sual? Georginin maaşı 10% artırıldığı haldan 45 lari daha artıq olardı, deyir. Artıma qədər Georginin maaşı neçə lari idi? Misal üçün, deyək ki, əgər 110% olsaydı, artsaydı, yəni 10% artsaydı, 110%-dən x lari olardı maaşı. 113 artsaydı, 45 lari daha artıq olardı. Yəni x toplansın 45. Buradan hələ x-i müəyyən edək. Çarpaz edək də bunu. 110 vurulsun x toplansın 45 bərabərdir. X vurulsun 113. Yəni 113x yazaq. 113x. Bu nə oldu? 110x toplansın. 110-u 45-ə vuranda nə eləyir uşaqlar? 495. Bir də yanına 0 artıraq. 4950. Bərabərdir 113x-ə. 113x-dən 110x çıxsaq 3x bərabərdir 4950. X də bərabərdir 4950 bölünsün 3-ə. Bir dəfə 19 3-ə bölək 6 dəfə 18. 15 3-ə bölək 5, bir də 0. Deməli, 110% olanda, yəni x-i 2650 tapdıq. Yazaq 110% olanda, gətirin rəngini dəyişək. 110% olanda 1650-dir. Bizdən də nə istəyir? 100% istəyir. Buna da y yazaq. 100 vuraq 1650 bölək 110. 1650-yi 110-a, belə sıfırları ixtisar eləsək 165-i 11-ə bölsək 15 eləyir. 15 dəfə də 100-ün 1500 lira. Cavab oldu 1500 lira. Və bu qədər. Test ümumilikdə bu idi uşaqlar. Demək olar bütün yazdığımız sualları idi. Çətin bir şey yox idi burada. Hər birinizə uğurlar. Sağ olun, salamat qalın.